Salam dostlar. Mənə Fuji'nin uzaqdan işə salması haqqında çox suallar gəlir. Deyirlər ki, nə edirəmsə uzaqdan xodlanmır. Belə bir şey var. Deməli, bəzi modellərdə, köhnə modellərdə bu yoxdur. Deməli, bunun üçün nə etmək lazımdır? Bu pultda kilidi bir dəfə basırıq, 2 dəfə bunu basırıq. Gördüyünüz kimi maşın işə düşdü. Və 2 dəfə basdıqda maşın sönür. Deməli, köhnə pultlarda bu olmadığına görə biz nə edirik? Əvvəlcə qapını bağlayırıq. Qapılar bağlandı. Yenidən bir də basırıq. Açırıq. Bağlayırıq. Yenidən açırıq. Bu vəziyyətdə maşın işə düşməlidir. Əgər işə düşməsə, xahiş edirəm şərh bölməsində mənə yazın, mən onu cavablandırım.